mübarək kəlamlarının birində ən üstün sədəqə su verməkdir deyə buyurmaqdadır. Peyğəmbər əleyhissalam mübarək kəlamlarında su ilə bağlı bir çox hədislər buyurubdur. O hədislərin birində Həzrət buyurur ki, elə bir müsəlman yoxdur ki, başqa birisinə su verə, Allah da onun üçün çoxlu sayda savab yazmaya. Bu hədis onu göstərir ki, əziz möminlər, su vermək, su paylamaq, ehtiyacı olana bu neməti çatdırmaq uca Allahın nəzərində ən böyük savablardan biridir. Hətta bəzi hədis mənbələrində qeyd olunub ki, bir günahkar xanım var idi. O, bir quyunun yanından keçərkən yaxınlıqda olan bir pişiyin susuzluqdan yerə sərildiyini görür. O, ayaqqabısını doldurur, quyudakı su ilə pişiyi sulayır. Peyğəmbər salavatullah buyurur ki, həmən pişiyə can verdiyi üçün, yəni onu susuzluqdan xilas etdiyi üçün Allah xanımın günahlarını bağışladı. Deməli, bu və ya bu növdən olan hədislər həm də onu göstərir ki, əziz möminlər, bütün canlılara su vermək Allah yanında böyük fəzilət və o cümlədən də günahların bağışlanması üçün əsas vəsilələrdən biridir. Və hətta mübarək kəlamlarının birində ən üstün sədəqə su verməkdir deyə buyurmaqdadır. Ona görə də suya qarşı olan münasibətimiz elə olmalıdır ki, təkcə onu özümüz üçün deyil, həm də başqaları üçün əlçatan etməliyik. Bəzən olur, qonşular arasında olan söz-söhbət, kənd yerləri olsun, şəhər yeri olsun, fərq eləməz. Adam müxtəlif vasitələrlə elə edir ki, qonşusu bəzən sudan əziyyət çəkir və ya bəzən bir damcı su belə əldə edə bilmir. Peyğəmbər əleyhissalamın, o cümlədən digər məsumlarımızın hədisləri onu göstərir ki, suya qarşı olan münasibətimiz ilahi olmalıdır. Yəni, onu həm bir nemət kimi dərk etməliyik və həm də o nemətin təkcə bizim üçün deyil, çevrəmizdə olan varlıqlar üçün, canlılar üçün də əl çatanlığını təmin etməliyik. Su elə bir nemətdir ki, İmam Hüseyn əleyhissalam Kərbəlada təkcə bildiyiniz o nemətlərlə deyil, həm də su ilə imtihan oldu.